Çünki qanun ümumilik də səbəb və illiyyət amilinin bir hissəsidir. Bu elmi tarix və tarixi fəlsəfə. Elmi tarix nə idi? Oxumuşuq. Nəqli, yəni yazılı və cüzi. Yəni keçmişdə hər olan tarixi aid deyil. Məsələn, vulkan hadisəsi, vulkan püskürüb. Keçmişdir, amma tarixi aid deyil, coğrafiya aiddir. Nəqlidir, cüzidir, yəni keçmişdə baş verən müəyyən bir şəxslərin həyatı. Məsələn, çaxnaşmalar, müharibələr, sülhlər, qiyamlar, bu tipli keçmiş hadisələr. Demək, tarixi fəlsəfə. Tarixi fəlsəfə nə idi? Və bu da biz oxumuşuq, əgər yadınızda qalırsa, səhifə 22-də bu qeyd olunur. Məsələn, cəmiyyətlər bir haldan düşür başqa bir hala. Cəmiyyətlər bir haldan düşür başqa bir hala, o hallarına tarixi fəlsəfə. Yəni, keçidlər. Cəmiyyətin, keçmiş insanların mərhələdən mərhələyə keçidlərindən bəhs edən bir elmdir. Bu da tarixin bir növ tərifidir. Elmi tarixdə var, fəlsəfə tarixdə var, üç növddə. Fəlsəfə tarix barəsində mövcud olan problemlərdən biridir bu. Bəziləri səbəb amilinə, demir hamısı müəyyən hissə var ki, bu amillər ki, səbəbdir. Yəni, səbəb olur ki, və ümumiyyətlə üstünlük verərək azadlıq və ixtiyarı inkar ediblər. Deyirlər ki, insan azad deyil, insan ixtiyar sahibi deyil. O məcburdur, məhkumdur o hadisə yaşasın ki, düşsün tarixə. Alın yaxşı kimi bir şey. Və azadlıq adı ilə qəbul etdikləri əslində azadlıq deyil, ayrı bir şey olmuş. Bəzi hallar azadlıq adını ortaya çıxırlar, azadlıq falan. Bəs sən baxsın ki, əslində azadlıq deyil, burada özü müəyyən maraqları var. O deyir, gəmində demişəm bu sizə, gəmində müəyyən bir qəza baş verir. Orada bizdə gəmdə çoxlu sıçanmış olur. Pişik gəlir, bu gəmdəki sıçanlar boğulmasınlar deyib, bunlar hamısı mindirib qayığa aparır. Azadlıqdır da, bunlar azad edir. Amma nə məqsədlə? Yeməyə. Yəni, bəzən bizim gördüyümüz kiminsə xilaskarlığı əslində bizim məhkumluğumuzdur. Bəziləri, yəni bəzi mütəxəssislər, əksinə, azadlığı qəbul edərək tarixi qanunun uyğunluğu rədd ediblər. Əksər sosioloqlar səbəb və illiyyət amili ilə azadlığı bir yerdə təsəvvür etmirlər. Deyirlər ki, azadlıq başqa bir şeydir, səbəb başqa bir şeydir və birincini əsas götürərək, yəni səbəbi, deyirlər ki, səbəb var ki, bu hadisə olub, azadlıq yoxdur. İnsan başı hadisə gəlib, insan azad deyil və bunu o yaşamalı idi. Bu kimdir? Sosioloqlar. Sonra gəlirik aşağı. Səhifə 26-da bu təpə oxuram. Bəzi üzrdən oxuram ki, üçün maraqlı mövzular var, bəzi oxumuram. Burada müəyyən bir mütəxəssisəm, fikrini deyir. Bunları dinləyir, sonra öz fikrini adam deyir sübutlarla. Aydındır ki, deyilənlər heç bir problemi həll eləmir. Danışırlar da yəni. Əsas məsələ insanın tarixi şəraitlə olan əlaqəsidir ki, insan və tarixi şəraitlə olan əlaqəsidir ki, o tarixi şərait üzərində hakim olub, onu istiqamətləndirə və ya istiqamətini dəyişə bilərmi? Müəyyən bir tarix. Yəni, kibriti vurursan, ev yanacaq, olacaq tarix. Vurmasan, yanmayacaq. İnsan nədir? Əlindədir bu. Əgər insan tarixi istiqamətləndirilmək iqtidarında deyilsə, tarixi dəyişmək, buna gücü çatmırsa və ya tarixin istiqamətini dəyişə bilmirsə, ya gücü çatmır, ya da ki, alınmır heç birə, ya istəmir deyək. Deməli, tarixin axarına tabi olmaqla öz varlığını qoruyar, inkişaf edə bilər. Filan şey belə olmalı idi, bizə var bəzi hallarda. Əşi, belədir də, qoy qalsın evi yox, belə gəbə gedəcək. Qılınc müsəlmanı, belə gəlin, belə gedəcəyik. Biz belə, yox, o yaxşı sözlər deyil o. Məsələn, bizdə belə, Avropada belə, o bizə müqayisə ilə səhv fikirdir o. Məsələn, bizim mənfi cəhətlərimizi bəzi video çəkənlər nədə bu elirlər. Məsələn, bizdə belə, Almaniyada belə, bizdə belə, Kanadada belə, bizdə belə, ABŞ-da belə. Bu səhv fikirdir. Hər ölkənin çatışmayan cəhətləri var. Bizim yaxşı cəhətlərimizi reklam eləyin də və onu reklam eləmirsiniz ki, nə marağınıza, ancaq mənfi reklam eləyirsiniz. Öz xalqını alçaldırsan.
Nə maraqlan? Əgər tarixin axarına qarşı çıxarsa məhv olacaq. Tarixdə bir şey olmalı idi. O qarşı çıxsa bu məhv olacaq. Bu qəbul etməyəcəklər. İndi sual budur ki, insan tarixin axarına tabe olub olmaqda azaddır. Müəyyən bir gedişat var. Məsələn, sosializm, kommunalizm belə o da hər feodalizm, tarix boyu daş dövrü. Bu tarix davam edir. Biz insan yaşayacağıq müəyyən bir əsrlər. 5-ci əsr, 10, 15, 20-ci əsr, 20-ci əsr özü. Biz insanlar bu tarixi axara tabe olmağa məcburuq. Maraqlı sualdır. Düşünək ki, məsələn içində bir çox olub ki, fəhərlərin qiyamı olub hakim qüvvəyə qarşı. O tarixi dəyişiblər. Deməli, insan məcbur deyil. İnsan tarixi dəyişə bilər. Mən özümdən dedim, bu gəlir zehnimə, çünki burada onu qeydləyər açıq. Çünki məsələn üçün tarixi axarına düşsə qəbul eləsə ki, məsələn bizim hələ dədə-babamız belə olub, biz də belə eləyək. Onu belə çıxır ki, nə ki günah var, bu günahkar sayılmır onda. Günahkar sayılmırsa, bəs hanı bunun azadlığı? Bu məhkumdur ki, il 50 bundan olan bir boş bir dəbə, boş bir ad-ənənə qəbul eləsin. Hə məsələn gecə nəlon qoşuya duz, çörək, nə verməzlər. Ya məsələn Novruz bayramında hallar var, pisslər var. Hə orada məsələn var ki, qulaq pusqu eləməliyik. Ya məsələn fal. Hə bu 50-100 il bu şey var. Mən məhkumam onu qəbul etməliyəm mən. Məhkumam buna. Yox. Yəni mən burada yoxdur ata fikrim. Mən niyə tarixdə hər şeyi özüm məhkum etməliyəm? Mənim fikrim var. Mən də bu qəbul etmirəm filan şeyə görə. Yəni mən niyə qoşa qulaq asım bayram adı ilə? Bəlkə də onun söhbətləri var, ər-arvadlar, uşaqları var, bir söhbətlər var. Nə qulaq asmaq, nə dinə uyğun, nə əxlaqla. Adam qoyurlar məsələn müəyyən bir şey məsələn. Bu tarixi gəlib, ATƏT-nə iki növdür, pis və yaxşı. Yaxşı qəbul edib, pis qəbul etmirik. Məhkumuq, biz məcburuq hər bəbi qəbul edək. Nə fikir yəni bu? Bu Quranda hadisə ayədir. Peyğəmbər deyir ki, əgər sən onlara tabe olsan, onlar səni öz yoluna çəkərlər. Belə bir təxmin ayə məzmun deyirəm. Azdırmaq fikrində var. Yəni biz hələ o belədir, bu belədir, palaza birini elən sürün, bu nə fikirdir axı?